Salam həmkarlar, bir daha xoş gördük sizlərin hər birini. Məsələlərə baxacaq və məsələlərimiz əsasən qarışıq tipli məsələlər olacaq və ona görə də vaxt itirmədən başlamaq istəyirəm. Deyir, ümumi günəş radiasiyası 50 kilokaloridir və yəni 40% yer səthi tərəfindən ümumi günəş radiasiyasının 50 kilokalorisi, yəni 40% yer səthi tərəfindən əks olunmuşdur. Ümumi və udulan radiasiyanın miqdarını hesablayın. Məsələni sizə göstərdim. İndi mən bu məsələni burada qururam. Diqqət eləyin, zəhmət olmazsa. Ümumi günəş radiasiyası biz bilirik ki, 2 qrupa bölünür. Ümumi günəş radiasiyası 2 qrupa bölünür. Babıra yazırıq. Ümumi bölünür 2 yerə. Əks olunan radiasiya, bir də udulan radiasiya. Düzdür. Ümumi günəş radiasiyasının qeyd edilir ki, 50 kilokalorisi, yəni 40%. Yer səthi tərəfindən əks olunmuşdur. Buraya yazırıq nə? 50 kilokalori. Bu neçə faizdir? 40%dir. Ardıca deyir ki, müvafiq olaraq ümumi radiasiyanı, birinci biz ümumi radiasiyanı tapmalıyıq, sonra da udulan radiasiyanı tapmalıyıq. İndi həmkarlar, ümumi radiasiya 100% götürülür hər zaman. İndi gəlin bunu sadə yolla həll edək. Ümumi radiasiya 100%dir, əks olunan radiasiya 40%dir. Onda biz belə eləyə bilərik də, 50 kilokalori 40%dirsə, diqqət eləyin, zəhmət olmasa, bəs neçə kilokaloridir ki, ümumi o 100%dir? Bunun üçün x bərabərdir. 50-ni 100-ə vurub 40-a bölmək lazımdır. 5 ilə bu gedir, bununla da bu gedir. Burada qalır 25, bu elədir 125. 5-i vurduq 25-i 125. Mən tapdım ki, ümumi günəş radiasiyası nə qədərdir? 125 kilokaloridir. Ümumi günəş radiasiyası bunların ikisinin cəmidir. Əks olunan radiasiyanın unudulan radiasiyanın cəminə bərabərdir. Əgər ümumi günəş radiasiyası 125 kilokaloridirsə və bunun 50 kilokalorisi əks olunansa, 125-dən çıxırıq 50-ni, deyirik ki, 75 kilokalori də udulan radiasiyadır. Deməli, bizim udulan radiasiyamız nə qədər oldu? 75. Deməli, ümumi günəş radiasiyası müvafiq olaraq 125 kilokalori, udulan radiasiya isə 75 kilokalori. Doğru cavab D variantı. Tamam mı? Daha sonra yer səthindən 2 kilometr yüksəkdə uçan hava şarının ətrafında temperatur 8 dərəcədir. Bu zaman yer səthində və 4 kilometr hündürlükdə havanın temperaturu nə qədər olar? Mən bunu qururam, narahat olmayın. Bax, bu yer səthi. Yer səthi hər zaman neçə metr götürülür? 0 metr. Yer səthindən 2 kilometr hündürdə. Bu bizim olsun 2 kilometrimiz hündürlüyümüz. Nə qədər? 2 kilometr. 2 kilometrimiz neçə metrdir? Diqqət eləyin. 2000 metr. Və burada havanın temperaturu nə qədərdir? Müsbət 8 dərəcə Selsidir. Müsbət 8 dərəcə Selsi. Deyir ki, bu zaman yer səthində, yəni buradakı temperatur bərabərdir sual işarəsi, bir də 4 kilometr hündürlükdə, yəni burada. 4 kilometrdə neçə metrdir? 4000 metr. Hündürlükdəki temperatur bərabər sual işarəsi. Birinci amma yer səthindəkini soruşur. İndi əziz həmkarlar, buradan bura, birinci biz temperatura keçmək üçün birinci hündürlük fərqini tapmalıyıq. Buradan da bura 2000 metrdir. Düzdür, bu da 2000 metrdir, bu da 2000 metrdir. Yəni, 2000 metrdən 4000 metrə də hündürlük fərqi 2000 metrdir. 2000 metrdən yer səthinə də hündürlük fərqi 2000 metrdir. Və biz bilirik ki, hər 1000 metrdə temperatur nə qədər dəyişir? 6 dərəcə Selsi. 2000 metrdə nə qədər dəyişəcək? 12 dərəcə Selsi. Deməli, buradan da üzü yuxarı 12 dərəcə Selsi, buradan da üzü aşağı 12 dərəcə Selsi dəyişəcək. Biz də bilirik, hündürlüyə doğru temperatur getdikcə nə olur? Azalır. Əgər burada 8-dirsə, 8-dən 12-ni çıxacaq, deyəcək ki, 4000 metr yüksəkdə havanın temperaturu nə qədərdir? -4 dərəcə Selsidir. Amma hündürlüyə doğru temperatur azalırsa,
aşağıya doğru temperaturda artma müşahidə olunacaq da. Burada 8 dərəcədirsə, 12 dərəcədə aşağıya gələndə olacaq neçə dərəcə? Müsbət 20 dərəcə 20 Selsiya. dərəcə. Məsələnin şərtində birinci yer səthindəki temperatur soruşur. Ona görə birincisi olacaq 20 dərəcə Selsiya. 4 kilometr hündürlükdə isə havanın temperaturu olacaq -4 dərəcə Selsiya. Deyir ki, binanın hündürlüyü 237 metrdir. Əgər binanın özülündə atmosfer təzyiqi 745 millimetr olarsa, binanın damında atmosfer təzyiqi nə qədər olar? İndi binadır, diqqət eləyin zəhmət olmasa. Bu binadır, tutaq ki, deyək də, binadır, düzdür. Bu binadır, belə deyək. Binanın özülü aşağısıdır, yəni burasıdır. Binanın özülü burasıdır. Və deyir ki, binanın hündürlüyü nə qədərdir? 237 metrdir, düzdür. Və deyir, binanın özülündə atmosfer təzyiqi 745-dir. Yəni, burada təzyiq 745 millimetr civə sütunudur. Deyir, binanın damında, dam örtüyündə burada təzyiq nə qədər olar? Həmkarlar, görürsünüz, zirvə ilə ətək arasındakı, yəni damın ən hündür nöqtəsi ilə ən alçaq nöqtəsi arasında nisbi hündürlüyü verir 237 metr. Və biz təzyiq anlayışından da bilirik ki, hündürlüyə qalxdıqca, hündürlüyü 10 metr olan ərazidə təzyiq fərqi nə qədər olur? 1 millimetr civə sütunudur. Onda 237 metr olan hündürlük fərqində nə qədər olacaq? 237-ni ona bölürsünüz, eləyir 23,7 millimetr civə sütuna. Yaxşımı? İndi ətəkdəki təzyiqi verir, zirvədəki təzyiqi soruşur. 745-dən 23,7-dən çıxmalı yox. 745 çıxılsın 23,7-nə. Çünki biz bilirik, hündürlüyə doğru təzyiq necə dəyişir? Azalır. Bunun üçün burada çıxdıq 3, 4-dən 1 çıxan, 3 çıxanda 1, burada 2, burada da 7. Deməli, binanın damında nə qədər olacaq? Binanın damında 721,3 millimetr civə sütunu olacaq. Doğru cavab 721,3 millimetr civə sütunu olacaq. Ümumi günəş radiasiyası 50 kilokaloridir. Təkrardan buna baxdıq da deyəsən, hə biz. Ümumi günəş radiasiyası 50, hə buna baxdıq, üzrü sayın. Yox, bayaq udulan idi elə bir o udulan, əks olunan 50 idi. Hə də burada da eynidir. Yox, eyni məsələdir, müəllimə, narahat olmayın. Deyir ki, nisbi hündürlüyü 52% olan 50 kubmetr havanın doyması üçün, necə deyir? Nisbi hündürlüyü 50 kubmetr havanın doyması üçün çatışmayan su buxarı 120 qrama bərabər olduğunu nəzərə alaraq, bu hava şəraitində 1 kubmetr havanın su buxarı saxlama qabiliyyətini müəyyən edin. Deməli, diqqət eləyin, zəhmət olmasa. Hava neçə kubmetrdir? Diqqət, 50 kubmetrdir, düzdür? Diqqətli olaq, xahiş edirəm. Hava 50 kubmetrdir və nisbi rütubət neçə faizdir? Nisbi rütubət 52%dir. İndi bizə deyir ki, çatışmayan su buxarı 120 qramdır. Əgər çatışmayan su buxarı 120 qramdırsa, bax, faktiki neçə faiz var? 52% var. Çatışmayan neçə faizdir? 48%dir. Hə, müəllimə, bir dən qulaq asaq. Deməli, çatışmayan 48%dir. Diqqət eləyək, zəhmət olmazsa. Çatışmayan 48%dir. Və çatışmayan su buxarı da deyir nə qədərdir? 120 qramdır. Deməli, mən bunun qabağına da bir dənə yazıram, 120 qram. Düzdür? Nə qədər var bilmirik, ona da yazırıq x qram. Artıq mən buradan tənasibimi qurdum. Əgər x qram 52%dirsə, 120 qram da 48%dir. 48%dir. X bərabərdir 120-ni vururam 52-yə, bölürəm 48-ə. Mən bir dəqiqədə vurum. 122-ni bir dəqiqə, 122 vurulsun. 120 vurulsun 52 bölünsün 48. Bu deyilir 130. 130.
qram. Deməli, çatışmayan nə qədərdir? 130 qramdır. Bura yazdıq neçə qram? 130 qram. Var nə qədər? Daha doğrusu, var nə qədər? 130 qram. Çatışmayan nə qədər idi? 120 qram. Ümumi nə qədər saxlaya bilir? 250 qram. Diqqət eləyin, zəhmət olmasa. Deməli, 50 kubmetr havada neçə qram su buxarı var? Saxlaya bilir? 250 qram. Onda belə çıxır ki, bizdən 1 kubmetrdə nə qədər olar? Onu soruşur. 1 kubmetr havada x. X bərabərdir 250 bölünsün 50. Nə qədər eləyir? 5 qram. Deməli, 1 kubmetr havada maksimum 5 qram su buxarı ola bilər. Deməli, bu neçə dərəcə Selsidir? Hə? 0 dərəcə Selsi. Aydın oldu. Bax, bir də oxuyuram, diqqətli olun. Deyir, nisbi rütubəti 52% olan 50 kubmetr havanın doyması üçün 120 qram su buxarı neynəmir? Çatışmır. Diqqətli olaq, zəhmət olmasa, çatışmır. Deməli, nisbi rütubəti 52%-dir. Faktiki 52% var. Neçə faiz su buxarı çatışmır? 48%. Və onu qramla bizə verir neçə qram? 120 qram. 52% var, amma bilmirik neçə qramdır. X qram. Tənasibi artıq mən burada qurmuşam. Fikir verin, 52% bilmirik neçə qramdır, amma faktiki 52% var X qram. Çatışmayan 120 qramdır. 52% varsa deməli 48% çatışmır. İndi X qram 52%'dir. Bu nə qədər var o da? Çatışmayan 120 qram idi, o da 48%. X bərabərdir. 120'ni vururuq 52'ye bölürük 48'e tapırıq 130 qram. Düzdür. Deməli, faktiki var 130 qram, çatışmır nə qədər? 120 qram. Ümumi nə qədər saxlaya bilir? 250 qram. Hansı kubmetr havada 250 qram? 50 kubmetr havada 250 qram. Bəs onda 1 kubmetr havadakını soruşur, nə etməliyik? 250'ni bölməliyik 50'yə. Bu benim birinci yolu. İkinci yolu nədir? Buradan tapdıq ki, 48% çatışmır 120 qram. Yazıram. 48%, daha doğrusu üzr istəyirəm, 120 qram əgər 48%-dirsə, neçə qram? 100%-dir. Pramoy 100%-dir. Bunun üçün mən vurum, 120'ni vururam 100'ə, bölürəm 48'ə. Bu deyilir pramoy 250 qram. 250 qram. Yenə də 50 kubmetr havada 250 qram. 1 kubmetr havada olur nə qədər? 5 qram. Yaxşı mı? Bunu yadda saxladıq. Bu da belə. Deyir ki, temperatur, bax, tez-tez rastımıza çıxan və məsələ qrupunda keçmişik, təkrardır indi bu. Temperatur 30 dərəcə Selsi, nisbi rütubəti 30% olan 1 kubmetr hava 20 dərəcə Selsiyə qədər soyuyarsa, havanın nisbi rütubəti neçə faiz olar? Deməli, əziz həmkarlar. Deyir ki, çox xahiş edirəm, çox xahiş edirəm, diqqətli olun. Temperatur 30%, bax yazıram. Temperatur neçə faiz? 30%. 30 dərəcə Selsi. 30 dərəcə Selsi. Nisbi rütubət neçə faiz? Nisbi rütubət neçə faiz? 30%. Aha. 1 kubmetr hava. Gəl hələ baxaq görək burada hal-hazırda nə qədər su buxarı var. Bunun üçün buradan nə etməliyik? 30 dərəcə Selsidə neçə qram su buxarı olur? 30 qram. 30 qram 100%. Bəs neçə qramdır ki 30%? X bərabərdir 9 qram. Düzdür? Tapdım ki 30 dərəcə Selsidə mütləq rütubətlilik nə qədərdir? Yəni faktiki nə qədər su buxarı var? 30 dərəcə Selsidə 9 qram var. İndi deyir bu 30 dərəcə Selsidən 20 dərəcə Selsiyə düşür havanın temperaturu. Diqqətli olun. 30 dərəcə Selsidən 20 dərəcə Selsiyə düşərsə, 20 dərəcə Selsidə 9 qram neçə faiz deməkdir? Nisbi rütubət neçə faizdir ki, o 9 qramdır. 20 dərəcə Selsidə neçə qram su buxarı olur həmkarlar? 17 qram olmur maksimum. 17 qramı götürürük neçə faiz? 100%. Ardıca da 9 qramı götürürük neçə faiz? Bilmir, yaxı bizdən soruşulan. X faiz. X bərabərdir. 9'u çarpırıq 100'ə,
bölürük 17-yə. 917-yə böləndə, böldüm 17-yə, eləyir 17, eləyir 52,9%. Təxminən 53%. Təxminən 53%. Diqqət, məsələni bir də gedirəm, 1 saniyə. Temperatur 30 dərəcə Selsi, nisbi rütubəti 30% olan hava 20 dərəcə Selsiyə qədər soyuyarsa nisbi rütubət neçə faiz olar? 30 dərəcə Selsidə 30 qram su buxarı olur. Onu götürürük 100%. Faktiki nə qədərdir ki, mütləq rütubətlilik? O 30%-dir. Baxın ha, bu faizə mən mütləq rütubətlilik demirəm. Faiz həmişə nisbi rütubət. 1 kub metr havada olan su buxarının qramlarla miqdarına mütləq rütubətlilik faizlə göstərisinə nisbi rütubətlilik deyilir. 30 dərəcə Selsidə 30 qram su buxarı var. Yəni bu mütləq rütubətlilikdir. 100%-dir. Neçə qram su buxarı var? Bu da mütləq rütubətlilikdir. Bu 30%-dir. Yəni bunun nisbi rütubəti 30%-dir. Tapdıq 9 qram. İndi deyir bu 9 qramın 20 dərəcə Selsidən nisbi rütubəti nə qədərdir? 20 dərəcə Selsidə 9 qram neçə faizdir nisbi rütubət olaraq? 17 qram 100%, 9 qram x faiz. X bərabərdir 53%. Görək cavabda varmı? Burada 52% verilib. Təbii ki, burada xırda bir nöqsan var. 52,9%. Bu da təxminən 53% eləyir. Yaxşımı? Təkrardan temperaturu 30 dərəcə Selsi olan havanın nisbi rütubəti 42%-dən 62%-ə yüksəlmişdir. Bu dövr ərzində mütləq rütubətliliyin neçə qram artdığını hesablayın. Həmkarlar, diqqətli olaq, zəhmət olmazsa. Deyir ki, temperatur 30 dərəcə Selsi. Diqqət eləyə, zəhmət olmasa. 30 dərəcə Selsi temperatur. Və havanın nisbi rütubəti 42%-dən 60%-ə qalxıbdır. 42%-dən 60%-ə. Əvvəl nə qədər olub? 42%. Sonra nə qədər olub? Qalxıb, olub 62%. Dəyərli həmkarlar, çox vaxtı bunu yoldaşlar belə eləyirlər. Bu dövr ərzində mütləq rütubətliyi neçə faiz? Yazırıq, 30 dərəcə Selsidədir. 30 qram 100%. X qram 42%. Yaxşımı? X qram 42%. X bərabərdir 30-u vururam 42-yə. Bölürəm 100-ə. 3 4-ün 3 2-nin 6, 126, 12,6. Yəni bu elədir 12,6 qram. Bu 42% ilə 12,6. Daha sonra nə edirlər? 30 qram 100%. X qram 62%. Buradan da x bərabərdir 30-u vururlar 62-yə bölürlər 100-ə. 3 2-nin 6, 18,6. Daha sonra həmkarlar neçə faiz nə qədər artıb da, daha sonra 18,6-dan çıxırlar 12,6-nı deyirlər neçə qram artıbdır? 6 qram. Bu qədər şey eləyincə, bu qədər proses eləyincə 42%-dən 62%-ə neçə faiz qalxıb? 20%. Artıq biz nə etməliyik? 30 qram 100%. X qram 20%. Aydın oldu. 30 qram 100%, x qram 20%. X bərabərdir. 30 vururam 20-yə, bölürəm 100-ə. Bu deyilir neçə qram? 6 qram. Yaxşımı? Bu daha alternativ və əlverişli üsuldur. Bax, cavabda da mövcuddur bizim cavabımız. 6 qramımız var A variantında. Yaxşımı? 6 qram yazılıbdır. A nöqtəsində atmosfer təzyiqi 650 mm, kəsmə sərtliyi 150 metrdir. Müvafiq olaraq B və C nöqtələrində atmosfer təzyiqini hesablayın. Əziz həmkarlar, bir dəqiqəlik siz məni gözləyin. Nə edirik? Biz burada həmin o dağı çəkirik. Diqqət. 1, 2, 3, 4 dənə horizontal var həmkarlar. Diqqət. 1, 2, 3, 4 horizontal var. Birinci horizontal C horizontaldır. İkinci horizontal A horizontaldır. Bax, diqqət eləyin, göstərəcəm sizə. Dördüncü horizontalda B horizontaldır. Diqqət, 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 heç kim çıxmasın. Gözləyin burada. Deməli, deyir ki, A nöqtəsində atmosfer təzyiqi 650 mm-dir. Bax, burada atmosfer təzyiqinin 650 mm olduğunu bilirik. Civə sütuna. Daha sonra, kəsmə səhliyi də 150 metrdir. Bax, kəsmə səhliyi bu da.
İki qonşu horizontal deyir. 150, 150, 150. İndi bax, diqqət edin, mən bunu qurdum burada, bax. Fikir verin. Çox xahiş edirəm, baxın. A nöqtəsində atmosfer təzyiq, bax. 1, 2, 3, 4. 1, 2, 3, 4. C burada, A burada. Dördüncü horizontalda da B. Düzdür. Kəsmə səhvliyi 150, 150, 150. A nöqtəsindəki təzyiq də 650-dir. Su qutardı. İndi bizdən nəyə soruşur? B və C nöqtələrindəki atmosfer təzyiqini. Bax, buradakı B və birinci bu, ikinci də bu. Aydın oldu. Daha sonra indi nə edirik? Buradan bura qədər olan təzyiqi tapırıq. Deməli, birinci kəsmə səhvliyindən baxırıq. Neçədən kəsmə səhvliyi var? 2 dənə. Deməli, bu oldu nə qədər? 300 metr. Və hər 10 metr yuxarı qalxanda təzyiq aşağı düşürsə, 1 mm. 310-a bölürəm, deyirəm ki, 30 mm dəyişəcək. Və aşağıdakı təzyiqdən yuxarıdakı təzyiqə qalxanda, aşağıdan yuxarı qalxanda, hündürlüyə qalxanda təzyiq aşağı düşür. 650-dən 30 sıxıram, deyirəm ki, B nöqtəsində təzyiq olacaq 620 mm civə sütunu. İndi bu 150 deyil, 150-dir yenə də. 150 metri bölürəm 10-a, eləyir 15 mm. 15 mm. İndi aşağı gələndə də təzyiq nə olurdu? Artmırdı. 650-nin üstünə 15 gələndə neçə eləyir? 665 mm civə sütunu. Deməli, müvafiq olaraq B və C nöqtələrindəki təzyiqi soruşduğuna görə 620 və 665-i götürəcək. 620 və 665-i. Doğru cavab E variantı. Aydın olduğu həmkarlar. Nisbi hündürlüyü 4500 metr olan dağın ətəyində dağı çəkirik. Diqqət eləyin, zəhmət olmasa. Nisbi hündürlüyü, yəni buradan bura nə qədərdir? 4500 metr. Nisbi hündürlüyü 4500 metr olan dağın ətəyində havanın temperaturu 10 dərəcə Selsidir. Yəni burada havanın temperaturu nə qədərdir? 10 dərəcə Selsi. Və atmosfer təzyiqi isə 759 mm civə sütununda. 759 mm civə sütunu. Deyir, onun zirvəsində havanın temperaturunu və təzyiqini tapın. Bunu götürək. Diqqət edin. Aşağıda temperaturu da verir, təzyiqi də verir. 10 dərəcə Selsi, 759 zirvədə. Və bizə burada təbii ki, nəyi verir? Hündürlüyü verir. Hündürlüyə doğru birinci temperaturu verdiyinə görə temperaturu tapaq. Hər 1000 metr qalxanda təzyiq nə qədər, temperatur nə qədər dəyişir? 6 dərəcə Selsi. 4500 də nə qədər dəyişər? X. X bərabərdir 4500 vurulsun 6 bölünsün 1000. Mən bunu 4 dənə 6-ın 24, 27 eləyir. Belə eləyəcəm. 27 dərəcə Selsi. Və nəzərə alın ki, hündürə qalxırıq. 10-dan çıxırıq 27-ni, 27-dən 10-u yox. 10-dan çıxırıq 27-ni eləyir nə qədər burada temperatur? Mənfi 10-dan çıxırıq 27, mənfi 17 dərəcə Selsi. Və indi isə bu temperatur idi. Temperatur. İndi isə təzyiqə baxırıq. Təzyiqi isə belə tapacaq. Yenə də bizim üçün 4500 var. Hər 10 metrdə 1 millimetr civə sütunu dursa 4500 metrdə nə qədər olacaq? 4500-ü bölürəm ona, 1 0 buradan, 1 0 buradan. 450 millimetr civə sütunu. Mən tapdım ki, dağın zirvəsi ilə ətək arasında 450 millimetr civə sütunu təzyiq fərqi var və ətəkdəki təzyiqi verib zirvədəki təzyiqi soruşduğuna görə 759-dan 450-ni çıxıram. Bu deyilir 309 millimetr civə sütunu. Aydın oldu. Deməli, dağın zirvəsində təzyiqdə nə qədər olacaq? 309 millimetr civə sütunu. Mənfi 17 309 millimetr civə sütunu. Cavaba baxın E variantında. 309 millimetr civə sütunu və mənfi 17. Temperatur 20 dərəcə Selsi olan 10 kubmetr havada su buxarı doymə həddinə çatıbdır. Həmin hava 10 dərəcəyə dək soyuduqda ondan nə qədər su buxarı ayrılar? Zəhmət olmasa diqqət edin, məsələni quraq.
Deməli, məsələnin şərtində deyir, temperatur 20 dərəcə Selsidir. 20 dərəcə Selsidə 1 kub metr havada neçə qram su buxarı olur? 1 kub metrdə nə qədər su buxarı olur? 17 qram. İndi 10 kub metrdə deyir. 10 kub metrdə də nə qədər olacaq? 170 qram. Düzdür? 2 həlli məsələdir. 2 formatda mən sizə bunu həll eləyəcəm. Həmin hava deyir 10 dərəcə Selsiyə qədər soyuduqda. Yəni 20 dərəcə Selsidən 10 dərəcə aşağı düşəndə hara gəlib çatırıq? Elə gəlirik 10 dərəcə Selsidə. Yenə də 10 kub metr hava. 10 dərəcə Selsidə 1 kub metr havada nə qədər su buxarı olur? 5 qram. Daha doğrusu 9 qram. 9 qram. 10 kub metrdə nə qədər olacaq? 10 kub metrdə də olmayacaq 90 qram. Vurduq 90 elədi. Düzdürmü? İndi diqqət eləyin həmkarlar. 1 kub metrdə 17 qram idi, 10 kub metrdə 170 qram, 20 dərəcə Selsidə. 10 dərəcə Selsidə 1 kub metrdə 9 qram idi, 10 kub metrdə 90 qram. Düzdür? İndi fikir verin. Bizdən 10 kub metrdə soruşduğuna görə 170-dən düşüb hara? 90-a. Nə qədər ayrılıb? 80 qram. Düzdür? 80 qram ayrılıb. Siz özünüzü burada cəncələ salınca, əziyyətə salınca, elə siz bunu 1 kub metrdə hesablayardıq. 20 dərəcə Selsidə 17 qram idi, 10 dərəcə Selsidə 9 qram. Elədi 8. İndi bu 1 kub metr üçündür də 8. Onda belə çıxır ki, 10 kub metrdə nə qədər olacaq? Əlbəttə 80 olacaq. Doğru cavab 80. Baxırıq, doğru cavabımız C variantında mövcuddur. Keçirik. Növbəti burada testlər var. 20 dərəcə Selsi tərkibin temperaturda havanın 1 kub metr havanın tərkibində 10 qram su buxarı var. Nisbi rütubət təyin edilməyə ehtiyac yoxdur, asandır. Temperatur 30 dərəcə Selsi, nisbi rütubəti 35% olan hava. Baxaq buna, zəhmət olmasa. Temperatur 30 dərəcə Selsi, nisbi rütubəti 45% olan hava. 30 dərəcə Selsidə 30 qram 100%, x qram 45%. Bu niyə dumanlandı belə? Hə, açılışda 45%. X bərabərdir 30 vurulsun 45 bölünsün 100. 3 5-in 15 13 böldü 100-ə elədi 13,5 qram. Deməli, faktiki 30 dərəcə Selsidə əlimizdə 13,5 qram su buxarı var. Və məsələnin şərtində, bu məsələdir, bax, 98-ci məsələ. Deyir, havanın temperaturu müsbət 20 dərəcə Selsiyə qədər soyuyarsa, nisbi rütubət nə qədər olar? Aha, 20 dərəcə Selsiyə gəlirsə, 20 dərəcədə 17 qram olur. Düzdür? Biz burada 17 qramı götürürük 100%, 13,5 qramı da götürürük x%. Buradan x bərabərdir 13,5 vurulsun 100 bölünsün 17. Deməli biz 13,5'i vurduq 100'ə, böldük 17'ye, tapdıq ki 79,4%. Bu qədər sadə. İnanın ki, imtahanda, MİQ imtahanında da, sertifikasiya imtahanında düşmə ehtimalı böyük olan məsələlərdəndir. 79,4%. Daha sonra burada bu məsələyə baxırıq. Yenə də bunu da həll eləmək istəyirəm. Temperatur 30 dərəcə Selsi olan havanın 1 kub metr həcmində 20 qram su buxarı var. Hava 20 dərəcə Selsiyə qədər soyuduqda 30 dərəcədə 20 qram olur, düzdür? 20 dərəcədə nə qədər olur? 17 qram. Deməli, 20-dən 17-yə düşəndə nə qədər su buxarı kondensasiyaya məruz qalır? 3 qram. Həmçinin temperatur 20 dərəcə Selsi, burada fərqlilik var. Diqqət edin. Deyir, temperatur 20 dərəcə Selsi. 20 dərəcə Selsi. Diqqət edin, zəhmət olmasa. Nisbi rütubəti 60%. Deməli, mən yazıram 17 qram 100%. X qram 65%. X bərabərdir 17'ni çarpırıq. Tüşlər demişkən 65'ə bölürük 100'ə. Mən bir dəqiqədə onu vurum. 17 vurulsun 65 bölünsün 100. Bu elədir 11,5 qram. Məsələnin şərtində daha sonra bizə nə deyir? Deyir, temperatur 30 dərəcə Selsiyə qədər qızarsa, nisbi rütubət. 30 dərəcə Selsidə 30 qram 100%, 11,5 qram neçə faiz? X faiz. Bunun üçün də X bərabərdir
11 tam %5'i vururuq 100-ə, bölürük 30-a. 11 tam %5'i mən vururam 100-ə, bölürəm 30-a. Alıram ki, 36 tam 8%. Sizə bu qədər sadə. Cavabda mövcuddur. 36 tam 8% B variantında. Görək sonra burada nə qaldı? Deməli, bunları həll elədik. Bunu da həll elədik, bunu da həll elədik. Bir saniyə həmkarlar, zəhmət olmasa. Nicat müəllim, o yuxarıdakı məsələdə kondensasiya deyirsə, yəni buxarlanma deyir, eləmi? Bəli, bəli, bəli. Su buxarı nə qədər kondensasiya məruz qalar. Yuxarıdakı məsələdə o bayaq bunu yazma, imenli onu yazmadım bura. Belə həmkarlar, məsələlər bunlar idi. Ümid eləyirəm ki, bu məsələləri yəni biz rahatçılıqla başa düşmüş olduq.